Digər sualımızda monoxlorlu törəmələrin sayı minimum olan pentanın izomerində ikinci karbonatın oksidləşmə dərəcəsi. Pentanda 5 karbon atomu var və gəlin bunun izomerlərini yazaq. Bir dənə normal pentan, düz quruluş. Digərsini yazırıq 2 metil butan şəklində. Bir də yazırıq 2,2,3 dimetil propan şəklində. Təbii ki, bunun monoxlorlu törəmələr sayı bir halogenli törəməni götürsək, misal üçün, buradan bir xlor pentan ala bilərik, 2 xlor pentan, artıq burada minimum yox, 2 dənə oldu. Burada da eyni qaydada, burada birləşmə verə bilərik, burada və burada, bu da minimumdur. Amma burada yalnız, belə deyək, uzdakı metil radikallarındakı hidrogenləri xlorla əvəz edəcək, hamısında eyni maddə alınacaqdır. Ona görə biz bu maddəni götürürük və bura bir dənə xlor birləşdiririk. Bu bizim birinci karbon atomumuz olacaq. İkinci karbon atomu bu. Üçüncü karbon atomu var. Üçüncü karbon atomu. İkinci karbon atomunun oksidləşmə dərəcəsini yazsaq, deməli bu da CH3, burada olar CH2 xlor. Yəni burada karbon təkdir, onda 0 oksidləşmə dərəcəsi göstərəcəkdir.